Ümumi desəm, bu dəqiqə çox blogerlər, bizim blogerlərdən hamısı viral olurlar demək olar ki, daha çox xaricə çıxırlar, videolar, paylaşdığı videolar. Mənim çox xoşuma gəlir ki, bizim Azərbaycan blogerləri də tanınır digər ölkələrdə. Mən özüm də hal-hazırda çalışıram ki, necəsə viral olum, necəsə mənim videolarım qabağa çıxsın. Onunla bağlı bəzi şeylər araşdırıram, axtarıram ki, görüm xaricdə hansı videolar var ki, onları götürüb çəkim, özümkiləşdirim ki, mənimki də viral olsun. Hələ ki olmur, inşallah olar nə vaxtsa. Amma xoşuma gəlir bizim blogerlər çox çalışırlar, çox bu işin içindələr, bilirlər hər şeyi. Mən də çox şeylər bilmirəm, hələ aşağı balaca. Amma onlar hər şeyi bilirlər, bilirlər nə etmək lazımdır, hardan getmək lazımdır, hansı yönlərdən istifadə etmək lazımdır ki, qabağa gedəsən. Çox xoşuma gəlir bizim Azərbaycan blogerlərinin bu hərəkətləri, davranışları çox xoşdur yəni mənim üçün. Xoşuma gəlməyən məncə davalar olur yəni. Blogerlər arasında olan gedən davalar olur ki, çox mənasız, yersiz bir şeylərdir ki, mənim fikrimcə 5 günlük dünyadır, yəni bu dünyada zaten davaların nə yeri var. Amma o da onlar üçün bir hype'dır. Bir tuturlar bir şey, səhvləri qalxır. Bu tərəf hərdən biz dostum Nurlanla fikirləşirik. Bəlkə belə bir şey eləyə bizim də səhvəmiz qalxsın deyirəm, yox, nəyimsə lazımdır bir şey. Onsa səhvə qalxır da. Bu da onlar üçün bir hype'dır, amma mənim xoşuma gəlmir o sırf davalar, bir-birlərinə elədikləri davalar, söz atmalar kiməsə, alçaltmaqlar, xoşuma gəlmir. Peki, oğlan blogerlər arasında bu çox yoxdur, əsas qadın blogerlər arasında bu daha çox baş verir.